Hamıya salam, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə çox asan hazırlanan, həm dadlı, həm də büdcəyə uyğun olan yalançı dolma resepti paylaşacağıq. İşə ilk olaraq düyünü hazırlamaqla başlayırıq. Bunun üçün 3 stəkan düyünü yaxşıca yuyuruq və əvvəlcədən qaynatdığımız suya əlavə edirik. Düyünü tam bişirmirik, sadəcə bir qədər yumşaldırıq və alaçıyı saxlayırıq. Alternativ olaraq düyünü qaynar suyun içində bir müddət saxlayıb yumşaldıqdan sonra da istifadə edə bilərsiniz. Daha sonra üzərinə ət çəkən maşından keçirdiyimiz yarım kilo quyruq ətini əlavə edirik. Soğanları da ayrıca doğramırıq. 4 ədəd orta boy soğanı quyruq əti ilə birlikdə ət çəkən maşından keçiririk və düyünün üzərinə əlavə edib yaxşıca qarışdırırıq. Sonra hərəsindən 2 dəstə olmaqla doğranmış keşniş və şüydü də əlavə edirik. Ardınca bir dolu xörək qaşığı tomat əlavə edirik. Tomat içliyə həm gözəl bir rəng, həm də ləzzət verir. Sonda isə zövqə görə duz, istiot və quru nanə əlavə edib bütün ərzaqları yaxşıca qarışdırırıq. Beləliklə dolmamızın içliyi hazırdır. İndi isə keçirik yarpaqların hazırlanmasına. Qazana bir qədər su əlavə edib qaynadırıq. Su qaynadıqdan sonra üzüm yarpaqlarını suya salırıq. Yarpaqların rəngi yaşıldan sarıya dönən kimi sudan çıxarıb başqa qaba yığırıq. Yarpaqların təxminən 1-2 dəqiqə qaynar suda qalması kifayətdir. Əlimizdə olan bütün yarpaqları bu şəkildə hazır etdikdən sonra artıq dolmanın bükülməsinə keçə bilərik. Bütün yarpaqları hazırladıqdan sonra dolmaları bükməyə başlayırıq. İçliyi yarpağın damarlı hissəsinə yerləşdiririk. Yarpağın saplaq hissəsi bizə tərəf baxmalıdır. İçliyi qoyduqdan sonra yarpağın alt hissəsini içliyin üzərinə qatlayırıq. Daha sonra sağ və sol tərəflərini içəriyə doğru qatlayıb dolmanı bükməyə davam edirik. Əgər dolmaların uzun formada olmasını istəyirsinizsə, içliyi uzununa yerləşdirin, kənarları qatlayın və bükməyə davam edin. Bu şəkildə bütün yarpaqları içlik bitənə qədər hazırlayırıq. Hazırladığımız dolmaları qazana düzürük və üzərinə 1 stəkan su əlavə edirik. Qazanı ocağa qoyuruq. Dolma bir dəfə qaynadıqdan sonra ocağın altını azaldırıq və zəif odda bişməyə qoyuruq. Ara sıra dolmanı yoxlamağı unutmayın. Çünki zaman keçdikcə əlavə etdiyimiz su azalır, dolma qazanın dibinə yapışa və ya yana bilər. Əgər yarpaqlar hələ tam yumşalmayıbsa, çox olmamaq şərti ilə bir qədər də su əlavə edə bilərsiniz. Yarpaqlar tam yumşaldıqda və dolmalar bişdikdə ocağın altını söndürürük və beləliklə artıq yeməyimiz tam hazırdır. Hamıya nuş olsun. Əgər resepti bəyəndinizsə, videonu bəyənməyi, kanalımıza abunə olmağı və rəylər bölməsində öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.